şəklində ye. Əgər yediyin şeyi enerjiyə çevirə bilmirsənsə, daha doğrusu bu enerjini istifadə edə bilmirsənsə, səndə bu enerji toplanmağa başlayır və bu sənin riskini artırır ki, sən gələcəkdə şəkər xəstəsi ola bilərsən. İndi sənə bunu izah edim ki, necə bir əlaqə qurulur burada. Deməli, bizim yediyimiz hər şeydə enerji var. Hətta içdiyimiz suyun belə öz enerjisi var. Və bu enerji bizim bədənimizə daxil olduqdan sonra, daha doğrusu qida maddəsi xırda molekullara çevrilir. O molekullar isə bizim hüceyrələr tərəfindən istifadə olunur və biz onlar sayəsində, belə deyək ki, enerji alıb və fəaliyyət göstəririk. Əgər biz uzun müddət bu qidanı qəbul etsək, ancaq fəaliyyət göstərməsək, yaxud da lazım olandan daha az hərəkət eləsək, bu zaman fərqi yoxdur nə yeyirsiniz yiyin, aldığınız enerji bədəninizdə toplanmağa başlayır. Bu sizin yediyiniz cürbəcür tərəvəzlər də ola bilər, bu şirniyyat da ola bilər, bu ət də